Kitablar, kitablar, narahat sənətkar ömrünün, sənətkar əməyinin misilsiz bəhrəsi. Bu kitablar, Azəri poeziyasının mübariz əskəri, Azərbaycanın xalq şairi Məmməd Rahimin qələminin məhsuludur. 60 yaşlı şairin təntənəli yubiley gecəsini Azərbaycan Sovet Yazıçılar İttifaqının birinci katibi, xalq yazıcısı Mirzə İbrahimov açdı. Akademik Mirəli Qaşqay, yubilyarı Respublikanın ziyalıları adından, şair Tofiq Bayram gənclik adından, xalq şairi Süleyman Rüstəm sənət dostları adından təbrik etdilər. Şairin əsərlərinin pərəstişkarları da bugün onu təbrik edir, yeni yaradıcılıq nailiyyəti arzulayırlar. Gecənin sonunda Məmməd Rahim dərin minnətdarlığını bildirdi və yeni şeirini oxudu.